Qədim Misirlilər günəş ili hesablamalarına əsaslanan təqvim yaratmışlar. Romada Yuli Sezarın göstərişi ilə bu təqvim təkmilləşdirilmişdir. Qədim əkinçilər vaxtı bir məhsul yığımından keçən müddətə görə hesablayırdılar. Beləliklə, vaxtı illərə görə hesablama qaydası yarandı. Qədim insanlar əlamətdar hadisələrin baş verdiyi ili birinci il adlandırırlar. Dünya xalqlarının əksəriyyəti hazırda aşağıdakı təqvimlərdən istifadə edir. Miladi təqvim və hicri təqvim. İsa Peyğəmbərin anadan olması, milad İsa'nın anadan olduğu il, bizim era, xristian erasının başlanğıcı hesab olunur. Birinci ildən əvvəl olan dövr isə bizim eradan əvvəl adlanır. Miladi təqvimdə il 365 gün 6 saatdır. Hər 4 ildən bir gün uzanır. Hicri təqvimi isə 622-ci ildə Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köç etməsi ilə başlamışdır. Hicri təqvimi günəş ilindən 11 gün qısadır. Bir il 354 gün təşkil edir. Müsəlman xalqların bəziləri hazırda hicri təqvimindən istifadə edir. İran, Əfqanistan, Səudiyyə Ərəbistan kimi ölkələrdə hicri təqvimindən istifadə olunur. Miladi təqvimdə baş vermiş hadisəni hicri təqviminə çevirmək üçün aşağıdakı düsturdan istifadə olunur. Miladi çıxılsın 622 bərabər A bölünsün 32 bərabər B, A üstəgəl B bərabər hicri. Hicri təqvimindən miladi təqviminə çevirmək üçün isə hicri bölünsün 33 bərabər A, hicri çıxılsın A bərabər B, B üstəgəl 622 miladi il bərabərdir miladi il.